Vespanın replərindən bir ikisini verim efirə. Azadlıq! 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 20 yanvar. Desene kadar. Değerli həmvətənlərim, değerli soydaşlarım, mərd oğuldu ha. Lotu dediğin Qarabağda əldə edilen daraqla istəmirsən yüklənir. Yaxşılarla maraqlan. Show biznes bitti dedik TikTok'a başlamazdan. Pozğunluğu təbliğ edən çox qazanır sabahdan. Yayıncılar banduruşa, dəstəkçisi pişi. Oti köhnə patrişka, hıqı hələ naşı. Gəndə sataşırlar, çıxmır axı başı. Həyatınız yalan, yediğiniz haram. Kumar təbliğ edənlərin Qumar təbliğ edənlərin qeyrətinə salim, salak. Değerli həmvətənlərim, Vespandır bu. Sosyalda gördüğünüz canlılarda ağciyerdi patlatanlar, palabakanlar, kart tutanlar, patı koyanlar, narkomanlar, kızla taylığın... Baxın, İlham Əliyevin qızının dallağını yalayan, mamışını yalayan, cüt-cüt doğuzduran Emin Ağalarov, Petuq Emin Ağalarov bunun ölüm əmrini vermişdi. Artıq yoxdur. Öldürüblərmi? Az sonra. Sonra gedib barışanlar, ata oğula qarşanlar, tanrılardı yarışanlar. Sonra baxın keçəcəkdir tarıxmağın, çarıxmağın, tez-tez özün bıraxmağın, tövbə edin bağışlayar, şaxtamağından da. Değerli həmvətənlərim, görürsünüz necə baxaq. Azərbaycanda Vespan ləqəbi ilə Elvin Hidayət oğlu adlı bloger var idi. O fəaliyyəti əsasən qumarla və narkotiklə mübarizəyə yönəltmişdi fəaliyyətini. Və onun çox böyük izləyici kütləsi var idi, milyonlarla. Xüsusən də bunlar tələbələr və məktəblilər, gənclər idi. Bu adam əvvəlcə Gəncə polis rəisi, polis general mayoru Teymur Hacıyevin hədəfinə gəlir. Onunla birlikdə Bəylər Əyyubovun da adamları, Əyyubov eyni zamanda o polis rəisi Bəylər Əyyubovun da adamlarıdır. Bu blogeri qara siyahıya salırlar, ona təzyiqlər edirlər. Bəylər Əyyubovun özü, ətrafı və ona bağlı Gəncənin polis rəisi general mayor Teymur Hacıyev. Daha sonra bu adamın fəaliyyəti İlham Əliyevin qumar biznesini idarə edən Emin Ağalarov blogerin ortadan götürülməsi üçün Emin Ağalarov blogerin ortadan götürülməsi üçün göstəriş verir. Bəylərdən, rəisdən sonra Emin Ağalarov İlham Əliyevin eks-damadı bu Vespanın ortadan götürülməsi üçün göstəriş verir. Emin Ağalarov göstəriş verir ki, bu blogerin fəaliyyətini dayandırtdırın. Blogerin ailəsini də sıxırlar, ailəsini də blogerə qarşı qoyurlar, ailəsini də ölümlə hədələyirlər. Blogeri ilk əvvəllər möhkəm şəkildə döyülür. Döyürlər, döydürürlər. Daha sonra onu ailəsi ilə hədələyirlər. Ailəsini öldürəcəyi ilə hədələyirlər. Anasını polisə apartdırırlar. Anasını ölümlə hədələyirlər. Hədələtdirirlər İlham Əliyevin yeznəsi Emin Ağalarov. May ayında Qabil Məmmədov, yəni mən bu barədə danışdıqdan sonra bloger Emin Ağalarovun göstərişi ilə 2-3 günlük ortalığa çıxır. Yəni mən dedim də Emin Ağalarov öldürmək istəyir, ölüm əmrini veribdir, işgəncə altındadır ya da öldürülübdür. Həmən vaxtda 2-3 günlük blogeri ortalığa çıxartdılar. Yenə ara qarış, yenə
Değerli vətənlərim, daha sonra yenə yoxa çıxartdılar. İran-İsrail müharibəsinə ara qarışdı və digər hadisələrlə baş qarışdı. Bloger Bespan diqqətdən, xüsusilə mənim diqqətimdən yayındı və bu adamdan, yəni Bespandan artıq xəbər yoxdur. Ölüb ya işgəncə altında olduğu, hələ də sağ olduğu bilinmir. Ən yaxın adamları, ailəsi belə bundan xəbərsizdir. Dəqiq bildiyimiz budur ki, Emin Ağalarov göstəriş vermişdi ki, onu ortadan götürün, yəni öldürün. Bu adamdan, yəni Bespandan heç bir xəbər yoxdur. Mən daha da dəqiq öyrənmişəm ki, İlham Əliyev ailəsinə yaxın adam mənə dedi, bildirdi ki, Emin Ağalarov öz başına qərar verməyib. Bu adamın ortadan götürülməsi Mehriban Əliyeva və Leyla Əliyeva ilə masa arxasında məsləhətdən sonra bu qərar verilib, Bespanın öldürülməsi qərarı. Mehribanın icazəsi alındıqdan sonra Emin Ağalarov ölüm əmrini veribdir. Blogerdən xəbər yoxdur. İndi 10 gün vaxt qoyuruq. 10 gün vaxt qoyuruq. Əgər bu bloger ortalığa çıxmasa, sağ olması barədə məlumat verilməsə, onun fəaliyyəti vacib deyil. Əsasən sağ olmasını bilmək istəyirik. Əgər ondan xəbər alınmasa, demək ki, aldığımız məlumat düzdür. Bespanı Mehriban Əliyeva öldürtdürdü Emin Ağalarovun xahişi ilə. Əliyevin özün Mehribanı, Leylanı, Arzunu, Emin Ağalarovu, Eminin atası Araz Ağalarovu, Eminin anasını, Əli, Mikail, Əminəni, Əliyevin digər nəvələrini nə günə qoyacağıq? DTX və polis generalları və prezident mühafizə rəisi Fərid Ələsgərovu, bu adını çəkdiklərimin hamısını pis günə qoyacağam. 10 gün vaxt verirəm. İğrənc formada cinsi orqanıma, şəkillərini çıxarıb cinsi orqanıma soxacağam. Fuad Ələsgərova, özündən tutun Fərid Əsgərova qədər. Mehriban, Araz Ağalarov, Eminin anası, atası, hamısını cinsi orqanıma soxacağam. Şəkillərini çıxardım. 10 gün vaxt verirəm. Bu gün ayın 2-sidir. 12-si tamamlanır bu vaxtı. Yadınızdadır, mən birbaşa Bespanın işgəncə otağından şəkil paylaşmışdım. Yadınızdadırmı? O şəkili təkrar paylaşıram. Birbaşa polisin badvalında Bespana aparatdan bədəninə tok verildiyi yerdə, cərəyan verildiyi yerdə mən şəklini paylaşmışdım. Baxın. Baxın. Dəyərli vətənlərim, bu bir xəstəxana kravatı deyil. Bu bir xəstəxana kravatı deyil. Bu bir işgəncə kravatıdır. Orada yatan Bespandır. Bespanın ayaqları bağlıdır. Bespanın əlləri bağlıdır. O aparat da cərəyanı lazımı volt cərəyanı bədəninə ötürmək üçündür. Bespanın sifətindəki qızartıları aydın görürsünüz. Bu bir işgəncə aparatıdır. Baxın. Bespan ölümcüldür. Gətirmişdilər, mən onu bax buradan yayımladım. Mən yayımladım. Dedim bir neçə günə ya sağda öldürəcəklər, ölüm əmri verib. 3 gün vaxt qoydum və Bespan çıxartdılar ortaya. İndi isə vəziyyət kifayət qədər gərgin olduğundan dolayı 10 gün vaxt qoyuram. Yenə deyirəm, Bespanın mənə fəaliyyəti maraqlı deyil. Onun sağlığı maraqlıdır. 10 gün ona görə ki, 12 dekabr Heydər Əliyevin ölüm günüdür. O vaxta kimi, yoxsa mən qabil 12 dekabrda Heydərin gorunu dağıdacağam.
Onun sümüklərini burada çilik ağacına döndərəcəyəm. Mehribanı, Leylanı, Alyonanı şəklini cins orqanıma soxacağam. Dərhal bezpanı çıxardın ortaya. Onun mənə sağlığı önəmlidir. Onun xalqa, milyonlarla sevəninə sağlığı önəmlidir. Çaşmayın, aşırarıq sizi. O gün uzaqda deyil. O gün uzaqda deyil. Belə bir oğlu öldürənməzsiniz. Dalınızı dağıdaram sizin. Ölübsə belə dalınızı dağıdacam sizin. Lotu dediyin Qarabağda əldə silah daraqla, istəmirsən yüklənirək, yaxşılarla maraqlan. Show biznes bitdi dedik, yoxa başlamazdan, pozğunluğu təbliğ edən çox qazanır savaddan. Yayıncılar banduruşa, dəstəkçi pişi, oti köhnə patrişka, hıqı hələ naşı. Legəndə sataşırlar, çıxmır axı başı, həyatınız yalan, yediyiniz haram. Qumar təbliğ edənlərin salam. Qumar təbliğ eləyənlərin qeyrətini söydü, 4 milyon adam izlədi və adamın ölüm əmri verildi. Kim tərəfindən? Mehriban Əliyeva tərəfindən. Baxın, birinci işgəncə görəndə şəklini paylaşdım. Birbaşa işgəncə masasından paylaşdım. Mən elə belə adam deyiləm. Mənim çağırışımdan sonra işgəncədən durğuzdular, üzünü başını düzəltdilər və dərhal 3 gün ərzində efirə çıxartdılar. Mən də sözümə əməl elədim. Heç kimlə işim olmadı. İndi isə həmin vaxtı Elgünün ölümü söhbəti də ortalıqda söhbət gedirdi. Gəncəli Elgünün ölümü. Və bezpanı çıxartdılar həmən vaxt ortaya. Bax belə. Baş verən hadisələrlə bağlı onlarla iddia var, lakin heç bir sübut yoxdur orada. Mənim bir iddiam var, sübutum da var. İlk növbədə bu gerçəyi qəbul etməliyik ki, bunların heç biri ədalətsizlik deyil. Biz xalq olaraq bu ədalətsizliklərə layiq olmuşuq. Ona görə ki, bu günə qədər Muradımız, Ayşəmiz, Nərminimiz və onlarla körpəmizin vəhşicəsinə qətl olunmasına biz göz yummuşuq və susmuşuq. Quran bunu belə açıqlayır. Haqsızlığa susan dizisi şeytandır. Düşünürsünüz ki, susaraq nədənsə qoruna bilərsiniz. Xeyr. Bu vəhşiliyi edənlə susan arasında qətiyyən heç bir fərq yoxdur. Demək ki, bugün Elgünün qapısını döyən bu vəhşilik sabah sənin, sonra mənim və sonra da digər nəsillərə köçəcək. Yaxşı, bəs bundan necə qoruna bilərik? Polis olaraq, həkim olaraq, müəllim olaraq və bu vətənin, bu devlətin vətəndaşı olaraq hər birimiz nəfsimizdən sıyrılmalıyıq. Dünya illüziyasından gözümüzü çəkməliyik. Şou proqramlardan, seriallardan, saytçılardan yığışıb haqqa yönəlsə görərik ki, qardaşlarım. Bizə bir ruh üfürülüb və hər birimizə üfürülən bu ruhun mənbəyi eynidir. Demək ki, sən özcə deyilsən, özsən. Mən də sənin özünəm. Və hamımız bir olsaq, bir-birinin əlindən tutub, bir-birinin dərdinə yansaq, bütün qaranlıqlar aydınlığa çıxacaqdır, qardaşlar. Dəyərli həmvətənlərim, burada qeyri-adi bir şey yoxdur. Bu adam fəaliyyəti mənə lazım deyil. Mən prezident olanda buna fəaliyyət imkanları yaradacağam. Bu sadəcə mənim nömrəmi də paylaşın adminlər. Mənə bircə kəlmə zəng eləsin ki, mən ölməmişəm. Mən də çıxım deyim ki, ay millət, bezpan salamat. Yoxsa ayın 12-si, Heydərin ölən günü. Bax, hamısını çıxardacağım bu plinterdən. Hamısını baba cins orqanına soxacağım, çıxardacağım. Əminəsi, Mikaili, Əlisi, Emin Ağalarovun atası Araz Petov, anası Cırıq, nə bilim Leyla, Arzu,
özümüzü axırıncı yola qoyacağıq. Etməyək də. Mən də istəmirəm. Mən də istəmirəm üslubumu dəyişim. Bax, nömrəm buradadır. Nömrəm buradadır. Bezpan salamatsa, ya bir video çəksin, videosunu atsın mənə. Ya bir çayxanadan video atsın mənə. Başqa bir yerdə paylaşılan. Deyim ki, ay millət, sağdır, rahat olun. Milyonlarla sevəni var onun. O xalqın, necə deyəm, ən dəyərli varlıqlarından, evlatlarından biridir. Həyatı boyu o ölsə, inanın Allaha deyirəm, istəyir. Mossad, İlluminatilər belə Emin Ağalarovu qorusun. Emini mənim əlimdən, bu xalqın əlindən salamat kimsə qutaranmaz. Bezpanın başına bir şey gəlsə. Hamı bilir ki, o qumara qarşı söyüşdən, rep deyəndən sonra ölüm əmri verildi. Bunu hamı bilir.